Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə prosesi təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdi. Əvvəlcə dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən Arkadi Qukasyana suallar verdilər. Arkadi Qukasyan suallara cavabında Sovet Ermənistanı qəzetində redaktor müavini vəzifəsində çalışdığını bildirdi. Mən özüm Qarabağ münaqişəsinə aid mövzularda yazırdım. Qəzet 1991-ci ilə qədər çıxırdı. O vaxtdan sonra qəzet çıxmayıb. Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını dedi. Mənim fikrimcə, yəni qadını, uşağı və ya ağıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir. Təqsirləndirilən Arkadi Qukasyan Qarabağda məktəbi rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rus dilli məktəblərdən sayca daha çox olduğunu dedi. Etiraf etdi ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb. O, prokurorun Böyük Ermənistan ideologiyasına dair sualına cavabında bu ideyanı nağıl adlandırdı. Böyük Ermənistanla bağlı. Çoxdandır nağıllara inanmıram. Böyük Ermənistan ideyası nağıldır. Mən real həyatda yaşayıram. Mən heç vaxt buna real yanaşmamışam. İş üzrə cinayətkar dəstənin üzvü kimi adı keçən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu dedi. Bildirdi ki, Robert Köçəryan isə onun rəhbəri olub. Arkadi Qukasyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla bağlı danışarkən dedi ki, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdə əsas çıxışçı Arkadi Manukyanov olub. Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o mitinqin təşkilatçılarından olub, çünki Krung təşkilatının üzvü idi. Sonra təqsirləndirilən Bako Sahakyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait yaradılmasını xahiş etdi. Məhkəmə müdafiənin vəsatətini təmin etdi və konfidensial görüş üçün fasilə elan olundu. Fasilədən sonra təqsirləndirilən şəxslər Bako Sahakyan, Aray Karutunyan, David İşxanyan və David Babayana Ermənistan SSR-nin ərazisində və Azərbaycan SSR-nin tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə Böyük Ermənistan cinayətkar ideologiyası, Myatsun və Qarabağ hərəkatlarının məqsədi, habelə Krung təşkilatının funksiyaları, fəaliyyəti, müdafiə etdiyi ideyalar, qeyd olunan hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda təşkil edilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib etməmələri, bu qanunsuz mitinqlərdə çıxış edənlər, insanların mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələri, yaxud dəvət olunmalarına dair suallar verildi. Təqsirləndirilən Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında etiraf etdi ki, Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub. O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu dedi. Silahların bir hissəsi dislokasiya olunmuş Sovet hərbi hissələrindən idi. Bundan başqa Ermənistandan da silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi. Ardınca təqsirləndirilən David İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırdı. Təqsirləndirilən Aray Karutunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında dedi ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub. O, məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin qanunsuz mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu və onları tanıdığını bildirdi. Bilirəm ki, Gurgen Gabrelyan, Vartan Akopyan, Haraçi Beqlaryan adlı yazıçılar mitinqlərdə çıxışlar edirdilər. Yazıçılardan xüsusilə Gurgen Gabrelyan uşaq şairi idi. Bu qədərini bilirdim. Aray Karutunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək Arabo batalyonundan danışdı.
Sizin saydığınız siyahıdan mən 30%-nin adını eşitmişdim. Arabo, Arami, Böyük Tigran, Sasunçi David haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox Arabo haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra olub. Təqsirləndirilən David Babayan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında qondarma rejimin ordusunun müxtəlif silahlı birləşmələrin birliyindən qurulduğunu, lakin özünün həmin proseslərdə iştirak etmədiyini dedi. O, Arayik Harutyunyanla 1990-cı ildə tanış olduğunu bildirdi. İclasda təqsirləndirilən şəxslərə zərər çəkənlərin nümayəndələri, habelə özlərinin vəkilləri də suallar ünvanladı. Növbəti iclas martın 13-nə təyin olundu. Proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilənlərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda zərər çəkmişlərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edirlər. Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi, yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birliyi tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.